Bugünkü dərsimiz əhali coğrafiyası dərsidir. Bu dərsdə biz əhalinin yerləşməsi, əhalinin sıxlığı, ümumiyyətlə əhali ilə bağlı bütün məsələlərə biz toxunacağıq. İndi isə başlayaq əhalinin yerləşməsi və sıxlığı ilə bağlı. Ümumiyyətlə əhalinin yerləşməsi biz bilirik ki, yer kürəsində müxtəlif regionlarda, müxtəlif sayda, müxtəlif sıxlıqda əhali yaşayır. Bu əhalinin bu xəritədə də gördüyümüz kimi daha çox sıx yaşadığı, yəni hər kvadrat kilometrə düşən nəfərin çox olduğu ərazilər var. Məsələn, 500-dən çox olan ərazilərə biz məsələn fikir versək, Şimali Amerikada ABŞ-ın şimal-şərqi, Kanadanın cənub hissələrini, sonra Avropada daha çox Orta Avropanın şimal-qərb hissəsi olan Belçika, Niderland hissələr, yəni buralarda daha çox əhalinin sıxlığı daha çoxdur. Sonra burada Cənubi Asiya regionunda yerləşən regionlar var ki, ərazilər var ki, burada əhalinin sıxlığı 500 nəfərdən daha çoxdur. Banqladeş və digər belə deyək, Hind-Qanq ovalığının yerləşdiyi ölkələrdir ki, bunlar da daha sıxdır. Sonra burada Yaponiyada bu sıxlığın daha çox olduğunu görürük. Çinin şərq hissəsində, Böyük Çin düzənliyi ətrafı və Böyük Çin düzənliyində, Mekong ovalığının cənubu, Hind-Çin yarımadasının cənub hissəsində və burada Zond adalarının, bəzi Zond adalarında ümumiyyətlə əhalinin sıxlığı daha çoxdur. Sıxlığı daha az olan, yəni ərazilər isə daha çox ekstremal ərazilər, belə deyək də, yaşayış baxımından əlverişsiz olan ərazilərdir. Bəs əhalinin sıxlığı necə tapılır? Əhalinin sıxlığı əsasən əhalinin sayının ərazinin belə deyək də, sahəsinə bölünür. Məsələn, tutaq ki, bu olsun, S olsun sahə, S bərabərdir sahə, ərazinin sahəsi, L olsun, belə deyək, əhalinin sayı. Burada da düsturumuz olacaq, əhalinin sıxlığı düsturu olacaq, bərabərdir. Deməli, əhali bölünsün, ölkə, məsələn, hansı ölkənin də deyirsənsə, əhalinin sayını və əhalinin sıxlığını öyrənmək istəyirsənsə, əhalinin sayı bölünsün ölkənin sahəsinə. Yəni, ölkənin əhalisinin sayı bölünsün ölkənin sahəsinə kimi belə düsturla hesablanır. Sonra, əhalinin yerləşməsi var, yaşayışı var. Əhalinin yerləşməsi əsasən müxtəlif xüsusiyyətlər, müxtəlif belə deyək, amillər təsir eləyir. Burada əsasən 3 belə deyək də, əhalinin yerləşmə modeli var. Birincisi radialdır, ikinci xətti və üçüncü sahil boyu model. Radial model nədir? Əhali müxtəlif, belə deyək də, növ nəqliyyat qovşaqlarının mərkəzində yerləşməsidir. Məsələn, olsun burada məsələn, avtomobil yolları, dəmir yolları, bunlar bir neçə yol burada kəsişir və bu yolların belə deyək, ətrafında da dairə formada, radial formada əhalinin məskunlaşması müşahidə olunur. Bu radial modeldir. Xətti model nədir? Xətti model isə adından da bilindiyi kimi bir xətt boyunca əhalinin yerləşməsidir. Yəni, burada ola bilər təbii ki, çaylar ola bilər, magistral yollar ola bilər, müxtəlif dəmir yolu ola bilər, avtomobil yolu ola bilər. Bunların boyunca belə deyək, əhalinin məskunlaşması adlanır xətti modelə. Sonra sahil boyu model var. Burada adından bilindiyi kimi sahil və ətrafında əhalinin məskunlaşması, sahil, dəniz, körfəz, okean sahillərində belə deyək, məskunlaşma adlanır sahil boyu model. Sonra əhalinin artımı və demoqrafik siyasəti var. Deməli, əhalinin artımı nədir? Gəlin ilk olaraq onunla bağlı izahımızı verək. Deməli, əhalinin artımı hər 1000 nəfərə ölənlərlə, doğulanlarla ölənlər arasında fərqdir. Məsələn, hər 1000 nəfər içərisində tutaq ki, 30 nəfər doğulub, 18 nəfər və yaxud da ki, olsun, belə deyək də, 19 nəfər, belə deyək, 19 nəfər, məsələn, vəfat edib, 30 nəfər isə doğulub. Yəni, ölənlər və doğulanlar. Bunların fərqi nə qədər? 30-dan 19 çıxanda edir 11 nəfər. Deməli, təbii artım 11 nəfərdir. İndi bu təbii artımın belə deyək də, səviyyəsinə görə 2 cürə bölünür. 2 cür təbii artım var. Bir, birinci tip ölkələr. Bir isə ikinci tip ölkələr. İkinci tip ölkələr. Və birinci tip ölkələr nədir? Birinci tip ölkələrdə əsasən necə olur? Birinci tip ölkələrdə əhalinin ümumiyyətlə təbii artımın hər 1000 nəfərə olan təbii artımın sayı 12 nəfərdən az olur. Yəni, burada doğulanlarla ölənlərin arasındakı say
12 nəfərdən aşağıdır. Məsələn 11 nəfər, nə bilim 9 nəfər, 6 nəfər, 5 nəfər, 4 nəfər belə olursa bu birinci tipdir. Birinci tip ölkələrə aiddir. İkinci tipdə hansı xüsusiyyətləri var? İkinci tipdə isə bu əhalinin ikinci tipi adlanır və əhalinin hər 1000 nəfər içərisində əhalinin təbii artımı 12 nəfərdən çox olur. Bu isə adlanır ikinci tip ölkələr. İndi bunlar hansı ölkələrdir? Bunları gəlin biz bir baxaq. Birinci tip ölkələr daha çox inkişaf etmiş ölkələrdir. Fikir verin, məsələn Şimali Amerikada Kanada, ABŞ, Avropa ölkələrinin çox demək olar ki, hamısı. Burada Asiya ölkələrindən Çin özü də bu birinci tip, əvvəl ikinci tip idi, birinci tipə inqilabla keçib. Yaponiya, sonra Qazaxıstan, Rusiya, bax bu kimi ölkələr, Avstraliya, Yeni Zelandiya bunlar əsasən əhalinin təbii artımı birinci tipidir. Yəni birinci tip deyəndə nə başa düşürük? Onu başa düşürük ki, 12 nəfərdən, hər 1000 nəfər içərisində 12 nəfərdən təbii artım 12 nəfərdən az olur. Bu oldu bu ölkələr. İkinci tip ölkələr isə 12 nəfərdən çox olur. Bunlar hansı ölkələrdir? Latın Amerikası ölkələri, Cənubi Amerikanın ölkələri, ondan sonra burada Afrika ölkələri görürsünüz 18 nəfər, 26 nəfər, yəni 12-dən çoxdur. Türkiyə, ondan sonra Ərəb ölkələri, sonra Hindistan, Pakistan, Əfqanistan, ondan sonra Qırğızıstan, Türk dövlətlərindən Özbəkistan, Qırğızıstan və Türkmənistan bax həmin tipə aiddir. Monqolistan, Cənub-Şərqi Asiya ölkələri, Hind yarımadasında yerləşən, Cənub-Şərqi Asiyanın adada yerləşən ölkələri. Bunlar hamısı əhalinin belə deyək, təbii artımının ikinci tipidir. Yəni 12 nəfərdən çoxdur. İndi burada təbii ki, bu əhalinin birinci tipi ilə ikinci tipinin bəzi fərqləri var. Məsələn, birinci tipdə indi bu xüsusiyyətlərə bir dənə baxaq. Deməli, inkişaf etmiş ölkələrdə bayaq dedik, əhalinin aşağı doğum səviyyəsi olur. Bu da demoqrafik böhran yaradır. Demoqrafik böhran nədir? Yəni işçi çatışmamazlığı, insan çatışmamazlığı, əmək ehtiyatlarının azlığına gətirib çıxarır. İndi doğum göstəricilərinin artırılması üçün bu demoqrafik bunlar siyasət yeritməlidir. Biri inkişaf etmiş ölkələr artırılmasına, inkişaf etməkdə olan isə azalmasına belə deyək, tədbir görür. Yəni burada inkişaf etməkdə olan ölkələrdə, yəni bu ikinci tipdə yüksək belə deyək doğum var və demoqrafik partlayış baş verir və bunu azalması üçün işlər görürlər də, belə deyək siyasət yeridirlər. İnkişaf etmiş ölkələrdə isə aşağı olduğu üçün demoqrafik böhran var və bunun artırılması üçün də belə deyək demoqrafik siyasət yeridirlər. İndi gəlin görə bu demoqrafik siyasətə nələr daxildir? Birincisi müavinətlərin verilməsidir. Yəni hər hansı bir ödənişin verilməsidir çoxuşaqlı ailələrə. Çoxuşaqlı ailələrə yeni evlərin və güzəştlərin verilməsi, uzun müddətli ödənişli analıq məzuniyyətinin verilməsi, tibbi xidmət və təhsil ödənişlərinin dövlət hesabına olmasına, körpələrin uşaq müəssisələrinə cəlb edilməsi kimi belə deyək, demoqrafik siyasətlər aparılır. Bəs inkişaf etmiş ölkələrdə, ikinci tip ölkələrdə necə olur təbii artımı? Nikah yaşının artırılması, müxtəlif təbliğat tədbirləri, ali təhsil müəssisəsində təhsil alanların ailə qurulmasının qarşısının alınması, az uşaqlı ailələrə təhsil və tibbi xidmətlər üstünlüyü verilməsi, uşağı az olan valideynlərə iqtisadi və sosial güzəştlərin verilməsi bura daxildir. Yəni yenə deyirəm, təbii artım dedik hər 1000 nəfərə doğulanlarla ölənlər arasında saydır. Onların fərqinin belə deyək fərqidir. İndi burada da birinci tip, ikinci tip də bunların qeyd etdiyimiz hissələrə daxildir. Sonra əhalinin təbii artımının yaratdığı məsələn bəzi problemlər var. Əhali təbii artımı yüksək olan ərazilərdə əhalinin sayı kəskin artır. Ekoloji fəlakət olur, yəni ətraf çirklənir çox. Tibbi xidmətlərin keyfiyyəti aşağı düşür, xəstəlik artır. Əhali kütləvi şəkildə savadsızlaşır. Məşğulluq problemi, yəni hər bir əhalinin təbii ki, yaşayırsa dövlətin ərazisində o məşğulluq olmalıdır, işi olmalıdır. Azlıq problemi yaranır, müharibələr başlayır, yoxsulluq çoxalır yüksək təbii artım olan ölkələrdə. Əhalinin aşağı təbii artım olan ölkələrdə necə olur? Əhalinin sayı azalması baş verir. Əmək ehtiyatlarına artıq çatışmamazlığı baş verir. Yaşlı əhalinin xüsusi çəkisi artır. İmmiqrasiya çoxalır. Təqaüdlərin yaşının da artmasıdır. İmmiqrasiya nədir? Ölkəyə gələnlər deməkdir. Bunu da qeyd edim. Sonra ən yüksək belə deyək təbii artım müasir dünyada, yəni müasir Afrika regionunda ən yüksək regiondur. Bu belə deyək də demoqrafik partlayışın olduğu regionlardan biridir. Afrika ölkələrinin əksəriyyətində məsələn elə bayaq da gördük, məsələn 25-35 nəfərdir təbii artım. Ugandada 35 nəfərdir. Burundidə 32 nəfərdir. Yəni bunlar yüksək təbii artımdır da, yəni. Dünyada ilk yerləri tutur. Şimali Afrika regionuna daxil olan ölkələr son zamanlar doğum göstəricilərinin azalması müşahidə olunur. Yəni Şimali Afrika bu hissələrdə artıq son zamanlar təbii artımın azalması müşahidə olunur. Avropa ölkələrində bu təbii artım necə xarakterizə olunur, necə baş verir? Əsasən Avropa ölkələrində belə deyək, təbii artım
çox aşağıdır. Ancaq məsələn sıfıra bərabər olanlar var, sıfırdan yuxarı olan, sıfırdan aşağı olanlar var. Məsələn Avstriya, İspaniya, Slovakiya, Finlandiya, Böyük Britaniya, Danimarka sıfıra bərabərdir demək olar ki. Sıfırdan yuxarı olanlar Niderland, İsveç, Fransa isə sıfırdan yuxarıdır, Avropada təbii artım. Sıfırdan aşağı olanlar Polşadır, Çexiyadır, Almaniyadır, Macarıstandır, İtaliyadır, Portuqaliyadır, Rumıniyadır və Yunanistandır. Bunlar əsasən sıfırdan aşağıdır təbii artım, yəni hər 1000 nəfərə düşən təbii artım aşağıdır. Sonra, hazırda əhalinin yaş tərkibində uşaqların payı ən aşağı olduğu ölkə Almaniya ilə və İtaliyadır. Yəni burada cəmi 16% uşaq təbii ki yaşayır. Ən yüksək olanı isə Yəməndir. Bax burada yerləşir Yəmən ən yüksəkdir. Ən aşağı isə Almaniya ilə İtaliyadır. Uşaqların ümumi sayına görə isə Çin ilə Hindistan birincidir, irəlidədir. Hər birində təqribən 350 milyon nəfər uşaq var. Yaşlı əhalinin ən çox olduğu ölkə isə İsveçdir, 21. Ən aşağı olduğu isə Malidir. Yəni bunlar da ölkələr üzrə bəzi əhali xüsusiyyətləri var ki, yaş xüsusiyyətləri var ki, bunlar qeyd olunur. Deməli, ən aşağı uşaq payı olan Almaniya, İtaliya, ən yuxarı Yəmən, sonra yaşlıların ən çox sayı olan İsveç, ən az Mali, bir də ümumi uşaqların sayına görə Çin, Hindistan təqribən 350 milyon nəfər, yəni çoxdur da, yəni daha çox bu ərazilərdə var. Dünya əhalinin yaş cins tərkibi var. Bu yaş cins tərkibində əsasən insanların, dünya əhalisinin yaşına görə belə deyək, fərqlənməsidir. Məsələn, fikir verin, dünya üzrə daha çox yaşlılar, yetkinlər və uşaqlar var. Ən çox uşaqlar, belə deyək də, Afrika ölkələrində, Asiya ölkələrində, daha doğrusu Avstraliyada, Okeaniyada və yaxud da ki, Afrika, Asiyada bu regionlarda uşaqların nisbətən sayı çoxdur. Digər regionlarda isə yaşlıların və belə deyək də orta yaşlıların daha çox belə deyək sayı çoxdur dünya əhalisində. İndi dünya əhalisi ən çox Avropa ölkələridir, Şimali Amerikadır, Avstraliya və Okeaniyada bu deməli dünya əhalisinin yaşlıların, orta yaşlıların payı çox, uşaqların az. Ancaq Asiyada, Afrikada, Cənubi Amerikada bunların sayı isə nisbətən çoxdur. Yəni uşaqların sayı. Sonra burada kişi və qadınların sayı ilə bərabər olduğu və yaxud da kişilərin sadəcə üstün olduğu, qadınların sadəcə üstün olduğu ölkələr var. Kişinin və qadınların sadəcə bərabər olduğu Monqolistandır, burada Somalidir, İndoneziyadır, burada bu ərazilərdə Ekvadordur. Bu ərazilər əsasən kişi və qadın sadəcə bərabərdir. Kişilərin üstün olduğu Asiya ölkələri, Şimali Afrika ölkələri, Hindistan, Cənubi Asiya, Şərqi Asiya regionu və burada deməli Venezuela, Suriya, Qiyana, bir də ki, Latin Amerikasının bəzi ölkələri. Qadınların sayıda üstün olduğu Şimali Amerika, Cənubi Amerikanın çox ölkələri, Avropa, sonra Rusiya böyüklüyü ilə, Azərbaycan da bura daxildir, Qazaxıstan da bura daxildir, Avstraliyadır, Yeni Zelandiya adasıdır. Bax, bunlar qadınların sadəcə üstün olduğu ərazilərdir. Əmək ehtiyatı əhalinin məsələn belə deyək də iqtisadi baxımından işləməyən, işləyə bilməyən insanların çox olması demoqrafik yükdür. Yəni fəal əhalinin sayına, əmək qabiliyyəti olmayan əhalinin fəal əhalinin sayına olan nisbəti demoqrafik yükdür. Dünya orta hesabla hər 100 iqtisadi cəhətdən fəal işçiyə 70 nəfər uşaq və təqaüdçü düşür. Gəlin indi bu əmək ehtiyatlarını daha dərindən bilək. Əmək ehtiyatları nədir? Ölkə üzərində 3 qrupa bölünür. Əsasən əhali işçi qüvvəsinə daxil olmayan, yəni işləməkdən yayınanlardır. Əmək ehtiyatlarıdır, yəni əmək qabiliyyəti olmayanlardır. 16 yaşına çatmamış, xüsusi təyinatlı müəssisələrdə işləməyən təqaüdçülər, bax bunlar və daxildir. İndi əmək ehtiyatları özü də iqtisadi cəhətdən fəal, bir də işsizlərə bölünür. İqtisadi cəhətdən fəal əhali işləyən əhalidir, işsiz isə işləməyən əhalidir. Bu işsizlik səviyyəsi də var. İşsizlik səviyyəsi nədir? Məsələn, tutaq ki, 10 nəfər əhalin var, onun 5-i işləyir, 5-i işləmir, 5-i işsizdir. İndi işsizlik səviyyəsində işsizlərin sayını bölürsən ümumi əmək ehtiyatlarına. Yəni əmək ehtiyatları budur. Əmək ehtiyatlarına bölürsən. Məsələn, əmək ehtiyatlarına böldün. Əmək ehtiyatlarına və belə deyək, bunu belə tapırsan, işsizliyin səviyyəsini vurursan, təbii ki, 100-ə vurursan da faizindən tapırsan. İndi məsələn, burada 10 nəfər işçin var, işləyənin var, daha doğrusu əhalin var, onun məsələn 5-i işləyir, 5-i işləmir. Deməli, vurursan bunu belə, o da eləyir, deməli, 50%.
Deməli 50% belə deyək də, işsizlərdir məsələn, 50% işləyənlərdir. Bax belə məsələlərdə hesablamaq olur. Yəni işsizlik səviyyəsini tapmaq üçün işsizlərin sayını ümumi əmək ehtiyatlarına bölüb vurursan 100-ə. Əmək ehtiyatlarının əsas göstəricisi var. Bir kəmiyyət var, bir keyfiyyət var. Kəmiyyət göstəricisi əsasən yaşla bağlıdır, cins tərkibi ilə bağlıdır, əmək qabiliyyətlərinin əhalinin sayla. Yəni sayla bağlıdır, sayı bildirir, sayı ifadə eləyir əmək ehtiyatlarında. Keyfiyyəti isə sağlamlığın, iş görmə qabiliyyəti, peşəkarlığı, təhsili, bacarığı, ixtisas səviyyəsi və bunlar daxildir. Məsələn, buna baxaq. Deyir, Azərbaycanda 2010-cu ildə əmək ehtiyatlarının sayı bu qədər, 2014-də bu qədər, 2015-də isə bu qədərdir. Bir il ərzində, məsələn, 2013-dən 2014-ə qədər artımı tapaq. Tutaq ki, 6264 mindən çıxırıq 6231 mini, qalır 33 min nəfər artım var. Bu əmək ehtiyatını faizlə tapsaq nə olacaq? Məsələn, 6231 100% isə 33 isə nə qədərdir? X elədir, nə qədər? 0,5%. Yəni bu bir il ərzində 0,5% artım olub əhalinin sayında. Məsələn 2014-2015 hesablasan, yenə 2015-dən 14-ə çıxırsan, 6335-dən 63-ə 71 min nəfər. İndi yenə 6264 min nəfər 100-dürsə, 71 min nəfər isə nə qədərdir? X. Bunda tənasüblə qoranda elə 1,1% artım. Yəni bax il ərzində belə deyək, artımı tapmaq istəyirsənsə, belə bu formada eləyə bilirsən. Və yaxud da verə bilər ki, 5 illik artımı və yaxud da ki, illik artımı deyəndə, məsələn, 5 il verir, 5 il ərzində. Bu aldığın ədədi, aldığın rəqəmi bölürsən 5-ə, 1 illiyi tapırsan, sonra da faizini tapırsan. Sonra işsizlik nədir? İşsizlik dedik ki, insanların ölkədə belə deyək də işləməməsi və yaxud da işsiz olmasıdır. İşsizliyin bir neçə belə deyək də növləri var. Birincisi friksiyondur, ikincisi strukturudur, üçüncüsü dövrüdür. Ümumiyyətlə, friksion işsizliyi və struktur işsizliyi təbii işsizlikdir. Friksion işsizlikdən müvəqqəti işsizlikdir. Yəni, məsələn, hər hansı bir tələbənin işə, universitet qutarana qədər işsiz olduğu və yaxud da ki, iş axtardığı hər hansı bir insan bir işdən çıxıb digərinə belə deyək də, qəbul olmaq istəyir, onda işsizdir. Bax, bunlar yəni friksion işsizliyidir. Bir sözlə işləyə bilir, sadəcə iş axtarır və yaxud da ki, iş yerini dəyişir və yaxud da ki, təzə işə düzəldir. Bax, bunlar friksion işsizliyidir. Struktur işsizliyi isə nədir? Struktur isə əsasən bu işləyən ərazidə yeni bir, belə deyək də, işin daha çox strukturunun dəyişməsi, müxtəlif məsələn işləyən adamlarda, məsələn, deyir ki, tutaq ki, kompüteri bilməsən, sən burada, belə deyək də, işləyə bilməzsən, biz başqa adam gətirəcəyik. Yəni, burada hər hansı bir strukturun dəyişməsi, hər hansı bir yeniliyi tətbiq edə bilmirsənsə, səni avtomatik çıxardırlar. Bax, bu adlanır, nə? Friksion, daha doğrusu struktur işsizliyi. Bu struktur işsizliyi ilə friksion işsizliyi təbii işsizliyi də adlanır. Bir də dövrü işsizliyi var. Dövrü işsizliyi əsasən nədir? Dövrü işsizlikdə deməli, insanlar hər hansı bir inflyasiya baş verəndə, dövrü böhran baş verəndə müxtəlif ixtisarlar yaranır, müxtəlif belə də işdən çıxartmalar olur ki, bu adlanır dövrü işsizlikdir. Dövrü işsizlikdə əsasən daha çox iqtisadi proseslərlə də bağlıdır. Ümumiyyətlə, işsizlik özü də iqtisadi proseslərlə birbaşa əlaqəlidir. Bir Amerikalı iqtisadçı Oken belə bir ifadə işlədib ki, ümumdaxili məhsulun il ərzində 2,5%-in artımı işsizlik səviyyəsinin 1% aşağı düşməsinə səbəb olur. Yəni, ümumdaxili məhsul 2,5% artarsa, işsizlik 1% aşağı düşür. İndi burada işsizliyin səviyyəsinə görə, baxın, daha çox kasıb ölkələr, Əfqanistan, belə deyək, kasıb və belə deyək də, orta səviyyədə olan ölkələr, inkişaf etməkdə olan ölkələr var ki, bunlar daha çox işsizlik səviyyəsi çoxdur. Burada Əfqanistandır, Bosniyadır, İspaniyadır, Litviyadır, İraqdır, İrlandiyadır, Yordaniyadır, Yunanistandır, Albaniyadır, Kolumbiyadır, Portuqaliyadır, Türkiyədir, Fransadır, ABŞ-dır, Belçikadır, İsveçdir, Böyük Britaniyadır, Rusiyadır, Almaniya, Avstriya, Yaponiya, Norveç, Singapur. Görürsünüz, Singapurda ən minimum işsizlik səviyyəsi var. Ərazisinin daha kiçik olması, iqtisadiyyatın möhtəşəm şəkildə xarici ticarətlə, gəmilərlə daha çox sürətli inkişaf etməsi, ümumiyyətlə inkişaf etmiş bir ölkə olaraq da işsizlik səviyyəsi ən aşağı nöqtələrdədir. Digərləri isə Əfqanistan, Bosniya, İspaniya, Latviya, İraq, İrlandiya, Litviya, bu ölkələr
daha çox işsizlik səviyyəsi çoxdur. Azərbaycanda təqribən 5%-ə yaxın işsizlik səviyyəsi qeyd edilir. İndi burada məsələn işsizliyin növləri var. Burada nümunələr, məsələn, başqa şəhərdə yaşayan ailəsini görmək üçün yerindən gedən işçi bu friksion işsizliyidir. Yəni başqa ərazidə yaşayır, bunu ailəsini görmək üçün iş yerindən gedir. O vaxtda artıq işsizlikdir, friksiondur. İlk iş yerini axtarır, universitet məzunudur, ilk iş yerini axtarır, ilk təcrübəsini belə deyək, aparmaq istəyir. Bu adlanır friksiondur. Əmək haqqı aşağı olduğu üçün başqa bir işə daxil olmaq istəyir, öz işindən, əvvəlki işindən çıxır, yeni işə daxil olur, bu friksiondur. İqtisadi aktivliyin azalması ilə ticarətin zəifləməsi nəticəsində iş yerini itirənlər bu dövrüdür. Yəni şirkət müəyyən ziyanlar olur, böhranlar keçirir, o böhranda işsizlik çoxalır. Avtomobil sənayesində robotların tətbiq edilməsi nəticəsində iş yerini itirənlər. Bəli, tutaq ki, əvvəllər avtomobillərin çox hissələri, çox ehtiyatlarını əli ilə yığırdısa, məsələn, fəhlələr, artıq avtomatlaşdırma robotlardan istifadə olunaraq artıq o fəhlələrə ehtiyac olmadı. Bu isə adlanır struktur. Şirkət belə deyək, öz ərizəsini verən, lakin ixtisas dərəcəsi aşağı olduğu üçün imtina edilən insan. Yəni şirkətə özü ərizə verir, işə qəbul olmaq üçün deyir ki, yox, sən bu bilikləri, bu dərəcəni düşməmsən, azdır dərəcən, ona görə bura qəbul eləmirlər. Yəni sən bu bilikləri bilmirsən və yaxud bu işin adamı deyilsən də belə deyək. Bu da adlanır struktur işsizlik. Məsələn, bu işsizliyin iqtisadi nəticələri var. Əhalinin iqtisadi vəziyyəti pisləşir. Təbii ki, mən işdən çıxmışam. Mən burada, yəni, belə deyək, maddi problemlər çəkirəm. Vəziyyət pisləşir. Mal, xidmət, ümumi istehlak azalması müşahidə olunur. Bəli, mal mübadiləsi, satışlar, ondan sonra xidmətin ümumi istifadəsi azalır. Çünki əhalinin maddi vəziyyəti pisləşdiyi üçün, işsiz olduğu üçün əmanətlər iqtisadi qoyulan investisiyanın həcmi azalır, milli gəlir azalır, elm və texnologiya geriləmələri olur. Sosial nəticələr nədir? Məsələn, mənəvi dəyərlərin aşınması, ürək damar əsəb xəstəliklərinin yaranması, sosial-siyasi dəyişikliklərin yaranması aiddir. Sonra məşğulluq dövlət təbii ki, bu proseslərə biganə qalmır. Dövlət məşğulluq siyasəti deyilən bir proqram həyata keçirilir ki, bu məşğulluq siyasətində də bəzi istiqamətləri var. Məsələn, işsizlərin məşğulluğunu, sosial müdafiəsini təmin etmək üçün hüquqi baza yaradır. Vətəndaş peşəkar hazırlığına, ixtisas artırılmasına, dövlət proqramlarının həyata keçirilməsinə zəmin yaradır. Mövcud vakansiyaları kompüter bazasına köçürtmək, iş yerlərini, məlumatlarını ora doldurmaq, iş yeri imkanı olan regionlara köçmək istəyən insanlar üçün vergiləri ümumiyyətlə imtiyazları tətbiq etmək, uzun müddətli kredit vermək, şəxsi biznes qurmaq üçün kredit bir dəfəlik müavinətlər vermək, ölkəyə daxil olan xarici işçilərin qarşısını almaq ki, yəni bizim özümüzkilər işləyə bilmirsən, hara gəlirsən? Yəni bizim özümüzkilər bu işdən yararlana bilsin deyə biz xaricdən gələn işçinin də qarşısını almalıyıq. Yəni bu istiqamət bunu göstərir, məşğulluq siyasətini. Dövlət həmin bu işsizlərə kömək fondu yaradır ki, bu məşğulluq fondudur. Bu işçiliklə, iş götürənlə, işə götürənlə işçi arasında bir əlaqə yaradır, bir körpü qurur. Bu da gələcəkdə kompüterləşmədə əsas model kimi bunlar istifadə olunacaq. Əhalinin həyat səviyyəsi əsasən həyat şəraitidir. Yəni keyfiyyətli həyat yaşamaq üçün bu amillər təsir edir insanların. Məsələn, ekoloji amil, ətraf mühitin vəziyyəti necədir? Ərazinin istirahətə imkanı varmı? Yəni rekreasiya imkanı varmı? Bu ekoloji amil həyat keyfiyyətini yüksəldir. İqtisadi amil, işsizlik səviyyəsi, iş həftəsi, iş saatlarının uzunluğu, ödənişli məzuniyyətin müddəti. Mədəni amil, adam başına çap olmuş nəşrlərin həcmi, iş yerləri şəraiti, ali təhsil səviyyəsi. Sosial amillər, tibbi təminat, vətəndaşın təhlükəsizliyi, özünün realizə etmə imkanları, insan hüquqlarının qorunması. Bu kimi belə deyək, sosial, mədəni, iqtisadi və ekoloji amillər həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur. Deməli, burada əhalinin həyat səviyyəsi var, insan inkişaf indeksi var. Ümumiyyətlə, insan inkişaf indeksi əhalinin 3 kateqoriya əsasında qiymətləndirir. Orta ömür, savadlılıq, bir də ki, belə deyək, təhsil səviyyəsi, adam başına düşən daxili məhsulun, üdumunun həcmi də belə deyək. Məsələn, birinci başlasaq, bu necə hesablanır bu tipli məsələlər? Qeyd olunur ki, tutaq ki, bunlarda birinci minimumlar çıxılır. Belə deyək, tutaq ki, uzun ömürlərin indeksini hesablayanda, məsələn, maksimum bizdə 85 yaşdır.
maksimum orta ömür. Minimum isə 25 yaşdır. İndi məsələn Azərbaycanda orta ömür müddəti 72-dir. Bunun 72-ni bir dəfə 72-dən bir dəfə 25 çıxırsan, bir də ki maksimumdan bir dəfə minimumu çıxırsan. Bu hamısında belədir. Bir dəfə veriləndən çıxırsan minimumu, bir də ki maksimumdan minimumu çıxıb bölürsən. Böldüm bu qədər alındı. Sonra ümumdaxili məhsulda burada da maksimum 40 mindir. Minimum 100 ABŞ dollardır. Yenə verilən ədəddən 100-ü çıxırsan, bir də ki maksimumdan minimum çıxıb tapırsan bunu. Sonra üçüncü təhsil səviyyəsi. Burada savadlılıq səviyyəsi də var, təhsil alanların payı da var. Təhsil indeksində təbii ki belə çıxarılır. Birinci savadlılıq səviyyəsi də yenə maksimum 100-dür, minimum 0. Bu verilən ölkəyə 99,5-dən 0 versə, məsələn Azərbaycanda budur, 99 savadlılıq səviyyəsi. 100-dən də bu olur bu. 95-dən yenə 0 bölsən, 100-dən yenə 0 edir, 0-dan %95. Bunda yenə bu düstur əsasında birini 3/2 vurursan, birində isə yəni təhsil savadlılıq səviyyəsini 3/2-yə vurursan, təhsil alanların payını isə 3/1-ə vurub toplayırsan və belə deyək, təhsil indeksini hesablayıb tapırsan. Bu indeksləri tapdın, sonra toplayıb bölürsən 3-ü, ümumi belə deyək ortalama səviyyə düşür. Yəni həyat səviyyəsi yüksək olanlar 0,8-dən yuxarı, 0,5, 0,8 orta, 0,5-dən aşağı isə aşağıdır. Bu da Azərbaycanda ortaya aiddir təbii ki. Burada da verib, məsələn, yüksək inkişaf indeksi olan ölkələr, aşağı olan kasıb ölkələrdir, orta olan orta səviyyədə ölkələrdir, yüksək olanlar isə inkişaf etmiş ölkələrdir. Fikir versəz, bunlara çox hissəsi inkişaf etmiş ölkələr hesab edilir. Əhalinin miqrasiyası, əhalinin köçü deməkdir. Yəni əhalinin fikir versəz, bir yerdən digər yerə köçür. Bu fikir verin, məsələn, xəritəyə də baxsaq, Meksikadan ABŞ-a, Kanadadan ABŞ-a, ABŞ-dan Kanadaya, Latin Amerikası ölkələrindən ABŞ-a, sonra Avstraliyadan, belə deyək, daha doğrusu Avropadan Avstraliya, Asiyadan, Afrikadan, ondan sonra belə deyək, Rusiyadan Avropaya, sonra Afrikadan Ərəb ölkələrinə işlə bağlı olaraq deməli Filippin, Çin kimi ölkələrdən əsasən ABŞ-a, burada məsələn Çində, Hind-Çin yarımadası ölkələrindən, yenə də İndoneziyadan, Pakistandan, Hindistandan isə Ərəbistana işləmək üçün əsas miqrant axınları daha çox olur. İndi miqrasiyanın özünün bir neçə xüsusiyyəti var. Daxil istiqamətlə daxil xarici, daxil ölkə daxilində, xarici isə ölkə xaricində getmək. Ölkə xaricində də gedən də emiqrasiya, o ölkədən daxil olanda isə immiqrasiya adlanır bu proses. Səbəbinə görə sosial, siyasi, ekoloji və ali məişət olur. Müddətinə görə daimi və müvəqqəti formada ola bilir. Miqrasiyanın qaçqın problemi də var təbii ki. Burada da yenə görürsünüz, bu qaçqınla yaranan miqrasiya var ki, məsələn, burada Somaliya, Əfqanistandan, Suriyadan nə qədər qaçqın payı olub. Məsələn, qaçqınlara görə Türkiyə, Pakistan, Liviya, İran, Efiopiya, Yordaniya daha çox fərqlənir. Ölkədə yaşayan miqrantların sayı çox olduğu üçün ümumi ABŞ, Almaniya, Rusiya, Səudiyyə Ərəbistan, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri də burada öz rolu vardır. Sonra miqrasiya ilə bağlı bəzi xüsusiyyətlər var. Miqrasiya axını əsasən inkişaf indeksi yaxşı olan ölkələrdən, daha doğrusu axın istiqaməti aşağı olan ölkələrdən insan indeksi, inkişaf indeksi aşağı olan ölkələrdən yüksək olan ölkələrə doğrudur. ABŞ, Kanada, Avstraliya kimi ölkələr miqrantların daha çox cəlb edir. Emiqrantların inkişaf etməkdə olan ölkələrdə isə əsasən Meksika və Asiya ölkələrindən gəlir. Yəni Asiya ölkələri bir də Meksikadan daha çox ABŞ, Kanada, Avstraliyaya gəlir. Burada ABŞ aşağı yüksək ixtisaslı işlərin miqrasiya etdiyi ölkədir. Aşağı ixtisaslı əmək ehtiyatları Latin Amerikası ölkələrinin əsas, belə deyək, Meksika, Kolumbiya və s. yüksək ixtisaslı işçilər dünyanın demək olar ki, bütün regionlarında ABŞ-da Qərbi Avropa ölkələrinə üst tuturlar. Aşağı ixtisaslı əmək ehtiyatları işçilərdə, yəni fəhləlik etmək iş ilə bağlı daha çox kasıb ölkələrə. Yüksək ixtisaslılar isə demək olar ki, bütün regionlara, həm də ABŞ-a, Qərbi Avropaya da üst tuturlar. Qərbi Avropada yüksək inkişaf etmiş ölkələrin inkişaf səviyyəsi daha aşağı olan digər Avropa ölkələrində İspaniya, Portuqal, eləcə də Şimali Afrikanın, Cənub-Qərbi Asiya, Şərqi Avropa və digər regionlarında mühacirlər cəlb edirlər. Afrika, Asiya, Latin Amerikası bir çox ölkələrdə miqrasiyanın mənfi saldo immiqrantların sayından çox olur. Bəli, yəni burada Latin Amerikası, Afrika, Asiyada ölkədən gedənlərin sayı ölkəyə gələnlərin sayından çox olur. Şimali Amerika ölkələrində, Avstraliyada müsbət saldo isə immiqrantların sayından çox olur. Cənub-Qərbi Asiya varlı ölkə olduğu neft ölkəsidir. Burada qonşu ərəb ölkələrindən, həmçinin Hindistandan, Pakistandan, Bangladeşdən, Filippindən adamlar, işçilər gəlir. Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt, Oman işləyən belə deyək, əhalinin çox hissəsi xaricilərdir.
İnkişaf etməkdə olan ölkələr arasında miqrasiya axınları müşahidə olunur. Mühacirlər axını istiqaməti əsasən iqtisadi cəhətdən inkişaf sürəti daha yüksək olan ölkələrə doğrudur. Latin Amerikasından Argentina və Meksika daha çox immiqrant qəbul edir. Müxtəlif səbəblərə görə ən çox miqrant ABŞ və Almaniyadadır, qaçqın miqrant. İnkişaf səviyyəsi yüksək olmasına baxmayaraq Yaponiya və Cənubi Koreya immiqrasiya mərkəzi deyil. Yəni Cənubi Koreya və Yaponiyaya miqrasiya çox adam getmir. Yəni adam ora ən çox Avropa ölkələrinə, Amerikaya və bu ölkələrə gedirlər. Dünyanın bəzi ölkələri, məsələn Rusiya, Meksika həm emiqrasiya, həm də immiqrasiya mərkəzidir. Yəni həm ölkəyə gələnlər var, həm ölkədən gedənlər var. Burada da fikir verirsiniz. İmmiqrasiya ölkələri yaşlıların üçün ABŞ, daha doğrusu Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Belçika, Norveç, İsveç, Danimarka, Avstriya, İsveçrə, bax görürsünüz, ən çox hardan gəlir? Afrikadan, orta inkişaf etmiş ölkələrdən, Türkiyədən, Finlandiyadan hətta belə bu ölkələrə gəlirlər. Deməli, immiqrasiya ölkəyə gələnlər, emiqrasiya ölkədən gedənlər qeyd olunur. İndi bu miqrantların təbii ki, gəlməsi müsbət və mənfi cəhətləri var. Müsbət cəhətləri immiqrantlar əhalinin yaş strukturunu, gənclərin cins dəyişimində kişilərin payının artmasına səbəb olur. Ümumi əhali arasında iqtisadi cəhətdən fəal əhali sayını artırır, müsbətdir bu. Miqrantlar yerli əhalinin bəyənmədiyi iş yerlərində, kənd təsərrüfatı, tikinti, xidmət sahələrində daha çox fəaliyyət göstərirlər. Miqrantlar gəldikləri ölkədə xalqın mədəniyyətini öz adətləri ilə zənginləşdirirlər. Mənfi cəhəti isə işsizliyə görə yardım alan miqrantların sayı yüksəkdir. İş yerlərində yaşlıların gəlmə gəncləri əvəz olmazsa bəzi hallarda yerli əhali arasında narazılığa səbəb olur. Yəni bu gəlmə insanların gəlməsi bunlara belə deyək də pis təsir eləyir. İmmiqrantlar yerli əhalinin həyat tərzini və milli kimliyini təhlükə yaradır. Bu isə sosial münaqişələrin yaranmasına gətirib çıxardır. Bir də gastarbayterlər nədir? Gastarbayterlər əsasən əhalinin ümumi sayının dəyişməsi yalnız təbii artım deyil, həm də ki, mexaniki artımdan baş verir bu proses. Müvəqqəti olaraq belə deyək də işləmək üçün ora səyahət gedən, Avropaya gələn vətəndaş statusu olmayan insanlar gastarbayter adlanır. Gastar qonaq, bayter isə işçi deməkdir. Əcnəbi işçilərin Lüksemburqda 39%, İsveçrədə 20% üstünlük təşkil edir. Bu ölkələr xarici işçi qüvvəsi əsasən Avropa Birliyindən doğru axınları olur. Demoqrafi keçidlə bağlı baxaq bu izaha. Demoqrafi keçiddə əsas göstəriciləri burada doğum və ölümdür. Və burada təbii artım səviyyəsi də əsas götürülür. Bu demoqrafi keçidin 4 mərhələsi var. Birinci mərhələ necə baş verir? Deməli, birinci mərhələdə yüksək doğum, yüksək ölüm olur. Bu daha çox necə bir ərazilərə aiddir? Daha çox mədəniyyətdən uzaq, yəni şəhər, belə deyək də, topluluğun çox yaşadığı ərazilər olmur da, daha çox uzaq ərazilər olur. Daha çox qəbilə formasında yaşayan, ekstremal ərazilərdə yaşayan insanların belə deyək, təbii artım tipinə aiddir. Doğum da çoxdur, ölüm də çoxdur. Deməli, ikinci tipdə necədir? İkinci mərhələdə isə deməli, doğum olduğu kimi qalır, ölümün səviyyəsi yavaş-yavaş azalır. Fikir verin. Və bunun nəticəsində təbii artım partlayışı baş verir. Yəni demoqrafik partlayış baş verir bu hissədə. Bu daha çox necə ölkələrdir? Kasıb ölkələr, belə deyək də, ikinci tip ölkələrdir ki, bu demoqrafik keçidin ikinci mərhələsinə aiddir. Üçüncü mərhələdə isə yenə ölüm həminki kimi qalır, doğum isə aşağı düşür. Bu daha çox Latin Amerikası ölkələrində daha çox üstünlük təşkil edir. Deməli, Latin Amerikası ölkələrində üstünlük təşkil edir. Bir də ki, Azərbaycanda hətta təbii artımın bu üçüncü mərhələsindədir. Üçüncü mərhələsinin artıq dördüncü mərhələyə keçir. Yəni bu mərhələyə uyğundur. Deməli, burada nə oldu? Təbii artım azaldı. Yəni doğumun da belə deyək, həcmi azaldı. Dördüncü mərhələdə isə doğum da və ölüm də bərabərləşir. Bu mərhələ isə artıq belə deyək, bu mərhələ sonuncu mərhələdir və bu mərhələdə artıq inkişaf etmiş ölkələr, ondan sonra əhalinin təbii artımı birinci tip ölkələrdir ki, burada doğum da və ölüm də aşağıdır. Nəticədə də təbii artım aşağı olur bu mərhələdə. Sonra əhalinin irqi, etnik və dini fərqləri var. Əsasən dünya əhalisi Avropoid, Monqoloid, Neqroqoid, bir də Avstraloid irqinə bölünür. Əhalinin əsasən keçid irqi 30%-dir, əsas irqlər isə 70%-dir. İrq nədir ümumiyyətlə?
əhalinin, müəyyən, gözlərinə görə, göz qapaqlarına görə, tenin rənginə görə, xarici əlamətlərə görə, dodaqlarının quruluşuna görə bu irqlər, insan qrupları irqlər adlanır. Keçid iqlimdə olanlar, məsələn, Efiopiyalılar, Malaqasilər, Polineziyalılar, Melaneziyalılar kimi xalqlardır ki, bunlar, müəyyən irqlərlə yaxın ərazilərdə, yaşamışlar və bu belə deyək, sərhəd zonalarda belə deyək, yaşayıb, müəyyən fərqlər yaranmışdır xalqlarda. Bunlar əsasən keçid iqlimidir. İndi məsələn Avropoid iqlimi Avropada, Şimali Amerikada, Şimali Afrikada, Monqoliya, Mərkəzi Asiya, Qazaxıstan, Monqolistan, Amerika, Hindularda, Şərqi Asiyada isə Yaponiya, Çin, Koreya, deməli bura aiddir. Cənubi Şərqdə Laos, Kamboca, Tayland, İndoneziya bura daxildir. Neqroqoid isə Afrikada daha çox geniş yayılmışdır. Türk xalqlarında məsələn Uyğurlardır, Yakutlardır, Qırğızlardır, Monqoldur. Müəyyən bir hissəsi Qaqaz, Karamələr Avropalıdır, Avropoiddir. Türkiyə, Azərbaycan türkləri ümumiyyətlə hər iki irqin, qarışıq irqin belə deyək də əlamətlərini daşıyırlar. Sonra apartheid siyasəti var. Bu irqi ayrı seçkilikdir. Daha çox bunu biz müasir dövrdə Avropada, ABŞ-da daha çox görürük. Ki, yəni məsələn irqi ayrı seçkilik eləyir də. Bu qeyri-bərabərliyi pozur və yaxud da ki, ikinci bir səviyyə insan kimi görürlər. Yəni bunları irqi seçkilik eləyirlər. Bir sözlə irqin bəyənmirlər də, belə deyək. Bax, bunlar da daxildir buna. Etnos, etnik icmalar var. Etnik icmalardan biri nəsildir, ana xətti ilə, qan qohumluğu ilə birləşir. Sonra tayfa gəlir, eyni yaranma tarixi ilə, dini təsəvvürlər, dialekti, adət-ənənələri malik olan nəslin birliyidir. Həmin bu nəsil birləşir, tayfanı yaradır. Xalq tarixi boyu eyni ərazidə məskunlaşıb, insan, dil, mədəniyyət, əxlaqın birliyidir. Millət, etnik mənsubiyyət, dil, mədəniyyət, iqtisadi münasibətlərin mövcud olduğu birlikdir. Ümumiyyətlə Qumilyov etnosun yaranması birbaşa landşaftla əlaqələndirmişdi. Bu ən əsaslı, ən mühüm belə deyək, amil də təbii mühitdir burada. Sonra etnosun inkişafı əsasən 4 mərhələdən ibarətdir. Birinci mərhələdə etnos yaranır və təbiətə uyğunlaşır ki, təbiətlə birinci mərhələdə sakit həyat tərzi belə deyək, sürür və təbiətə uyğunlaşmaq istəyir birinci mərhələdə. İkinci mərhələdə bir passionar sitayiş eləyir. Passionar nədir? Bir belə deyək də lider, bir ideoloji insandır, passionardır. Yəni elə bir insan olur ki, tutaq ki, bizdə passionarlardan belə deyək, məsələn, qeyd edə bilərik, Polad Həşimov bizə vətənpərvərlik ruhunu yaradır. Biz onu ideya kimi götürürük, biz qəhrəman kimi götürürük. Məsələn, tarixi və belə deyək şəxsiyyətlərdən Çingiz xan kimi belə deyək, Monqolların o dövrdə ən böyük belə deyək rəhbərlərindən biri olub. Yəni onlar o öl desə ölərlər. Yəni o tərzdə belə bir passionar sitayiş olur. Passionar deyir ki, gəlin belə deyək də bu yolu gedək. Onlar da, əhali də, xalq da və yaxud da ki, cəmiyyət də bunun arxasınca gedir. Ümumiyyətlə passionar ikinci mərhələdə sayı artır və onun təsiri ilə etnos yüksək səviyyədə, yüksək həyat səviyyəsi üçün çalışır. Hətta yalnız qələbəni düşünür. Üçüncü mərhələdə isə passionar belə deyək də yüksək həddə çatır və hətta elə olur ki, passionar öz ideyası uğrunda məhv ola bilər. Bu mərhələdən sonra uzun çəkmir ki, passionarlar yavaş-yavaş tənəzzülə uğrayır və etnos öz milli dəyərin, gücünü yavaş-yavaş itirir. Məsələn, elə burada Monqol etnogenezi var ki, əvvəllər dünyanı hökm edən Monqollar indi isə hal-hazırda birinci mərhələdə belə deyək, yaşayırlar. Birinci mərhələyə qayıtmışlar. Sonra dil ailələri var. Biz bilirik ki, dünyada xalqların, cəmiyyətin bir-biri ilə əlaqə saxlaması üçün, bir-biri ilə belə deyək, ünsiyyət qurması üçün dil vacib bir məqamdır, bir xüsusiyyətdir. Ümumiyyətlə dil ailələri özləri əsasən hansıdır? Bunları gəlin bilək. Birinci ailələr, dil ailəsi var. Dil ailəsi də özdə qruplara bölünür. Məsələn, dil ailələrinə Altay dil ailəsi, Hind-Avropa dil ən böyük dil ailəsidir, Hind-Avropa dil ailəsi. Ural, Afro-Asiya, Qafqaz, Kartvel, Çin-Tibet, Khoisan, Avstraliya ailəsi, Niger, Karfadon, sonra Eskimoslar və digər belə deyək dil ailələri var. İndi bax, məsələn, birinci olaraq biz elə Altay dil ailəsindən başlasaq, Altay dil ailəsi əsasən bir neçə qrupa bölünür. Onlardan biri türk qrupudur, Monqol dil qrupudur, bir də Tungus Mancur
dil qrupudur. Deməli, türk dil qrupu əsasən Azərbaycandır. Fikir verin, Türkiyədir, türkməndir, qazaxdır, qırğızdır, özbəkdir, uyğurdur. Sonra Altaydır, Tuvadır, yakutlardır. Sonra tatarlardır. Bax, bunlar Altay dil ailəsinə aiddir. Yəni bu dil ailəsi də dil belə bir şeydir ki, sanki dil ailə bir ağacdır. Onun budaqları, onun dil qruplarıdır. Onun belə deyək də, xolları, qruplarıdır. Xollarından çıxan yarpaqlar, belə deyək də, kiçik budaqlar isə bunun, belə deyək, dil qrupunun tərkibidir. İndi burada da Monqol dil qrupu var, Monqollara aiddir. Bir də ki, Tungus Mancur var, eveneklər var ki, burada 14 lə eveneklər əsasən Sibirdə, Orta Sibir şimal hissəsi ərazilərində məskunlaşmış, belə deyək, ərazilərdir ki, bunlara aiddir. Əhalidir ki, bunlara aiddir Altay dil ailəsinə. Deməli, Altay dil ailəsi hansı qrup oldu? Türk, Monqol, Tungus Mancur qrupu. Hind-Avropa dil ailəsi. Hind-Avropa dil ailəsinə nələr daxildir? Böyük bir dil ailəsidir bu Hind-Avropa dil ailəsi. Məsələn, burada Slavyanı var, Germanı, Romanı, Albanı, İranı, Hind-Arisi, bax, bunlar daxildir. Elə birinci gəlin, deməli, German, Slavyan dil qrupundan başlayaq. Slavyan dil qrupu əsasən rus dilli xalqlardır, ruslardır, Ukraynalılardır, belaruslardır, polyaklardır. Bunlar Slavyan dil qrupuna daxildir. Sonra German dil qrupu əsasən almanlar, sonra ingilislər, norveçlər, isveçlər, Amerikalı, ABŞ-lar, ondan sonra Anglo-Kanadalılar, Anglo-Avstraliyalılar. Yəni bax, burada fikir versəniz, German dil ailəsində ingilislər və daha doğrusu ingilislər daha çox Amerikan şimal hissələrinə ilk olaraq kəşf etdiyindən, o bu ərazilərə getdiklərindən öz dilləri də burada daha çox, German dil qrupu da burada daha çox yayılmışdır. Ona görə də dillər, yəni bax, almandır, ondan sonra ingilisdir, almandır, norveçdir, isveçdir, ondan sonra Amerikadır, Avstraliyadır. Bunlar German dil, Kanadadır, German dil qrupuna daxildir. Yəni Şimali Amerikanın şimal hissələri, bir də ki, burada Avropada qeyd etdiyimiz hissələr. Roman dil qrupu isə Cənubi Avropa regionuna əsasən düşür. İtalyan, fransız, İspan dilli Mərkəzi və Cənubi Amerika ölkələri, Meksika, Argentina, Peru, Çili, Braziliya və Portuqaliyalılar bura daxildir Roman dil qrupuna. Alban dil qrupuna albanlar daxildir. İran dil qrupuna farslar, kürdlər, taciklər, əfqanlar, talışlar bunlar daxildir. Hind-Ari dil qrupuna isə burada Pakistanlılar, Benqallılar, Hindistanlılar, Pəncablar daxildir. Ural dil qrupuna Fin, Eston, Macarlar bura daxildir. Afro-Asiya Hami-Sami dil qrupuna aid olan ərəb xalqlarıdır. Misirlilər, Əlcəzairlilər, sonra nə bilim Suriyalılar, İsraillilər, Yəhudilər, Liviyalılar bunlar daxildir. Qafqaz dil ailəsinə Naxçıvan, Dağıstan da deyirlər. Çeçen, Ləzgi, Avar, Gürcülərin daxil olduğu Kartvel dil ailəsidir. Çin, Tibetlilərin daxil olduğu Çinlilər və Tibetlilər. Qədim Eskimosların belə deyək, yaşadığı ərazidə yayılan dil Eskimos Aleut dilləridir əsasən. Sonra burada biz qeyd edəcəyik Avstraliya yerli əhalisinin danışdığı dil aborigenlər də deyirlər ki, burada Avstraliya aborigenlər dil ailəsi aiddir. Yəni dil qrupuna daxildir. Afrikanın digər Qvineya körfəzi ətrafı və cənub hissələrində isə Niger Karfadon dil ailəsi və digər dillər də əsasən yayılmışdır. Burada da cədvəldə verilib. Əsasən dünya dinləri var. Dünya dinləri əsasən dünyəvi və milli olur. Dünyəvi dinlər İslam, Xristian, Buddizmdir. Xristian, İslam, Buddizm. İslam əsasən belə deyək də Asiya ölkələrində türk dövlətlərinin İran, Pakistan, Şimali Amerikada Əlcəzair, Liviya və sair ölkələrdir. Dünyəvi dinlərdən xristianlıq üzrə katolik, protestant, pravoslav və belə deyək də protestant, katolik və pravoslava bölünür. Katoliklər əsasən Cənubi Avropa, İtaliya, İspaniya, Portuqaliya, Fransa, Ermənistan, Latın Amerikası ölkələri. Yəni bura bir də bunların kəşf elədiyi bu Latın Amerikası ölkələri. Sonra protestant Böyük Britaniya, sonra belə deyək Yeni Zelandiya, Avstriya, ABŞ, sonra bu hissələr, yəni Şimali Orta Avropa hissələri və bunu kəşf elədikləri Şimali Amerika, Avstraliya hissələri isə aiddir protestanta. Slavlar isə yenə Rus dil xalqı Yunastan, daha doğrusu pravoslavlar əsasən ruslar, Ukraynalılar, belaruslar, rumunlar, bolqarlar, gürcülər, suvaşlar, qaqavuzlar və Yunanıstanlılardır. Buddizm dinindən sintezləyən Uyğur, Cənub-Şərqi Asiya ölkələri və Rusiyada Tıva daxildir. Milli dinlər Hinduizm Hindistanda, Konfüizm Çində,
Sintoizm Yaponiyada, İduizm İranda, sonra Baltikyanı ölkələrdə də Karamilərdə, Ukraynadakı Qıpçaqlarda, Lamaizm Monqolistanda, Şamanizm isə Xakasiya və Altayda yayılmışdır. Sonra urbanizasiyada regionların ümumiyyətlə fərqi var. Ümumiyyətlə əhalinin kənd və şəhər yaşayışı 2 forması var. Bir qrup, bir dağlıq. Qrup forması əsasən birinci şəkildə gördüyümüz kimi qrup formasında evlər bir-birinə daha yaxın şəkildədir. Bunlar Avropa ölkələri, belə deyək də, Asiya və Afrikanın bəzi ölkələri var ki, bunlar daxildir. Azərbaycanda da genişdir. Avstraliya, Mərkəzi Asiya və Amerikada isə dağınıqdır. Ferma təsərrüfatı beləncə var. Ferma təsərrüfatı rancho fazenda da adlandırılırlar. Daha çox ABŞ, Kanada, Braziliyada bu böyük məsafədə yaranan elə dağınıq ferma təsərrüfatı var. Son dövrlərdə fikir versək, urbanizasiyanın səviyyəsi 1950-ci ildən 2030-cu ilə qədər belə proqnozlaşdırıblar ki, kənd əhalisinin sayı aşağı düşür, şəhər əhalisinin sayı isə getdikcə artır. Bu da bir sıra iqtisadi, sosial səbəbləri də var. Müasir urbanizasiya nədir? Şəhər əhalisinin səviyyəsinin artması urbanizasiya adlanır. Urbanizasiya şəhər əhalisinin artımının sürətlə yüksək olmasına, əsas xüsusiyyəti əhalinin təsərrüfatı əsas böyük şəhərlərdə cəmləşməsinə, şəhərlərin genişlənərək aqlomerasiyalara və meqapolislərə çevrilməsidir. Aqlomerasiya nədir? Şəhər tipli yaşayış məntəqələrinin kompakt ərazidə toplanmasıdır. Məsələn, fikir verin, Moskva şəhəri ətrafında nüvə şəhəridir. Bunun ətrafında bir neçə şəhər birləşərək, peyk şəhərlər birləşərək aqlomerasiya yaradır. Yəni kənarlarında, nüvə şəhərinin kənarında yerləşənlər əslində peyk şəhərlər adlanır. Dünyada məsələn Çində, Hindistanda, ABŞ-da, Braziliyada, Rusiyada, Meksikada şəhər aqlomerasiyaları çoxdur. Ən iri şəhər aqlomerasiyası məsələn Yaponiyada Tokyo, Meksiko, New York, San Paulo daxildir. Burada məsələn şəhər aqlomerasiyası Şimali Amerikada New Yorkda Los Ancelesdir. Latin Amerikasında San Paulodur. Meksikodur, Buenos Aires, Rio de Janeiro'dur. Avropada Paris, Moskva, London, Asiyada Tokyo, Bangkok, Jakarta, Yokohama, Seul, Dehli, Şanxay, Manila, Karachi, Pekin, Osaka, Kəlküttə, Tehran, İstanbul, Afrika, Qahirə, İskəndəriyə və Lagos bura daxildir. Bəs meqalopolislər nədir? Aqlomerasiyalar birləşərək meqalopolislərə çevrilir. İri şəhər meqalopolisləri var. 6 meqalopolis var. ABŞ-da Boston, Bosvaş, Tiflis, Sansan, ikisi Qərbi Avropada Reyner, İngiltərə, Göybananda adlandırılır. Bir də Yaponiyada Tokaydo yerləşir. Fikir verin. Sansan, Sakit Okeanda, göllər ətrafı, bir də ki, Tiflisdə Bosvaş, İngiltərə, Reyner boyu, bir də Yaponiya. İndi buradan baxaq. Reyner boyuna aid Niderland, Rotterdam, Amsterdam, Almaniyada Reyndəki Ruhr və Almaniyadakı Reyn, Ruhr və Reyn-Main hissələri, İngiltərə, London, Birmingham, Manchester, Liverpool, Sheffield aiddir. Tokaydoda Tokyo, Yokohama, Kawasaki, Osaka, Nagoya, Bosvaşda Boston, Philadelphia, New York, Washington, Baltimore, San Francisco, Los Angeles, San Diego'da Sansana aiddir. Tiflis, Chicago, Detroit, Cleveland, Pittsburgh daxildir. Fikir verin, Göybanan bu formada buradan bura qədər iri şəhərlərin birləşməsi, aqlomerasiyaların birləşməsi, Böyük Britaniyada məsələn London, Liverpool, Manchester, Birmingham, Belçika, Brüssel, Antwerpen, Niderland, Amsterdam, Hakka, Rotterdam, Lüksemburg, Almaniya, Reyner, Ruhr, Frankfurt, Main, München, Nürnberg, Stuttgart, Fransada Paris, Strasburg, Lille, İsveçrədə Zürix, Basel, Turin, İtaliyada Milan və Genoa kimi belə də şəhərlər bura daxildir. Urbanizasiya səviyyəsi yüksək olan ölkələr təbii ki, inkişaf etmiş ölkələrdir. Şimali Amerika burada daha çoxdur. Sonra demək olar ki, Avstraliyada, Asiya və Afrikada daha azdır. Latin Amerikasında da biraz çoxdur. Burada da fikir verirsiniz, urbanizasiya səviyyəsi yüksək olan Rusiya, Yaponiya, ABŞ, Kanada, Avstraliya, Latin Amerikası ölkələri, Qayana istisna olmaqla Səudiyyə Ərəbistan, Küveyt, Liviya urbanizasiya səviyyəsi yüksəkdir. Orta olanlar Hindistan, İndoneziya, Afrika ölkələridir. Mərkəzi Afrika ölkələri, Mozambik, Tanzaniya, Madaqaskar. Urbanizasiya səviyyəsi aşağı olan Laos, Vyetnam, Çad, Sudan, Nepal, Somaliya, Namibiya kimi dövlətlər daxildir.